Ancaq necə? Özvə istəyirsənsə, özvə istədiyi başqa qardaşıva da istəyirsənsə, onun üçün can yandırmalısan. Ona nəsihəti elə formada eləməlisən ki, o nəsihəti qəbul eləsin. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri nəsihət etməkdən yorulmazlar. Daima nəsihət eləyərdilər. Çünki nəsihət etmək Peyğəmbərlərin yolu idi. Bütün Peyğəmbərlər Allahın dinini yaymaq üçün gəlib. Bütün Peyğəmbərlər xəta eləyənlərə nəsihət eləmək üçün gəliblər. وَنَسَحْتُ لَكُمْ Necə ki, ayədə keçir. Mən sizə nəsihət eləyənlərdənəm, Peyğəmbərlərin sözüdür bu. Nə qədər Peyğəmbər, hamısı nəsihət eləyiblər. Ümmətini xətalardan çəkindiriblər. Ancaq, qardaşlar, biz hamımız bilirik ki, qardaşlarımız xəta elədikdə onlara nəsihət eləmək lazımdır. Ancaq bu günlərin bizim problemimiz nəsihəti hansı formada eləməyimizdir. Görsən ki, bu günlərim hamı nəsihət eləyir və hamı da öz bildiyi yolla nəsihət eləyir. Bizim dinimiz şəri məsələdə sən ağlıva yer qoymayıb. Allah və Rasulü bizə hər bir şeyi istiqamətləndirib. Hər bir şeyi. Dində elə bir şey yoxdur ki, orada boşluq qoysun. Olmayan şeylər barədə də işarələr verib. Məsəl üçün, Peyğəmbər sallallahu aleyhi və səlləm zamanında maşın yox idi. Maşının hökmünü bilmək istəyiriksə, ona oxşar şeyi, yəni ona qiyas edirik. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm boşluq qoymayıb. Yəni, Allah Teala vasitəsilə bizə hər bir şeyi bildirib. Ona görə də nəsihət eləməyin qaydaları var. Bugün hamı özünü nəsihət eləyən sayır. Yox, elə deyil. Nəsihət edən adam birinci ixlaslı olmalıdır. Allahdan qorxmalıdır. Nəsihəti qardaşını alçaltmaq üçün yox. Onu gözdən salmaq üçün yox. Onu xətakar göstərmək üçün yox. Allah rizası üçün eləməlidir. Qəlbindən çıxıb qəlbinə salmalıdır. Qardaşının xətasını gözləməməli ki, nə vaxtsa o mənə nəsihət elədi, mən də onu gözləyim, o harada xəta elədi, mən də geyim ona nəsihət edeyim ki, yox, bu nəsihət deyil, ixlas olmalıdır. Allah üçün eləməlisən. Sən qardaşının xətasına can yandırmalısan. İstəməməlisən ki, o qardaşın ona görə o da getsin, ona görə cəza çəksin. Can yandırmalısan. O can yandırmaq üçün də sənin birinci ixlasın olmalıdır. Sən bunu Allah üçün eləməlisən. Başqa bir səbəbə görə yox. Yəni, ixlas barədə bilirik. Dəlillər həddindən artıq çoxdur. Quran ayəsi, hədislər. Hər bir əməlin başında ixlas durur. Eləcə də nəsihət eləməyin qabağında. Ən birinci qabağında ixlas durur. Başında ixlas durur. Nəsihəti ixlasla qəbul eləmək lazımdır. Sonra nəsihəti edəndə hikmətlə eləmək lazımdır. Bu günlərim görürsən ki, qardaşların çoxu nəsihət eləyir. Ancaq nəsihətdə hikmətdən əsər əlamət yoxdur. Olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bu dini gətirdikdə, bizə bu dini başa saldıqda, bizə nəsihətin qaydalarını öyrətdikdə görürsən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bizə onu hikmətlə başa salıb. Hikmətli olmağımızı bildirib. Əgər sənin nəsihətində hikmət yoxdursa, onun bəhrəsi olmayacaq. Bədəvi ərəb məscidin hörmətini bilmir ki, məscidin əzəməti nədir. Girir, məsciddə bayra çıxır. Sahabələr qalxırlar, onu vursunlar. Peyğəmbər sallallahu aleyhi ve sellem hamısını sakitləşdirir. Hamısını. Deyir, oturun yer üzə. Sonra o bədəvini çağırır, neynir? Ona gözəl şəkildə nəsihət edir. Hikmətlə başa salır. Qəlbini alaraq başa salır. Ki, bu Allahın evidir. Bu müqəddəs, yəni müqəddəs deyəndə bərəkətli məkandır. Burada bu yeri uca tutmaq lazımdır. Şənini uca tutmaq lazımdır. Və başa salır, bədəvi də başa düşür. Və yaxud